Rus traktorları bizim ömrümüzü söküb. Sepli traktorlarla işləyə gəlmiş adam oturasan buna və ləzzət edəcək. Düşünmək istəmirsən. Hər peşənin öz sənətkarı var. Yəni elə bir iş görməzsən ki, gördüyün işdən özün də zövq alasan, klientin də zövqünə uyğun bir iş görməzsən. Kimsə deməli ki, filan kəs, filan mexanizator qəşəng iş görür. Yəni qəşəng iş görsən, həmişə işin olur. Gördüyüm iş özü xoşuma gəlməsə, o sahədən çıxmır. Tenim bucağın tərtəmiz şumlayıram, malalayıram, sonra çıxıyorum. Bunların məsləhətim oldu ki, belə qəşəng bir traktorlardan alsınlar, sürsünlər, keyfiyyətini görsünlər. Dastanlara sığmayan, şöhrətin var, şanın var. Dastanlara sığmayan, şöhrətin var, şanın var. Qəhrəmanlar içində neçə qəhrəman var. Gələn təzə texnika, müasir texnikalarla işləyirik. Şükür Allah, hələ bir narazıçımız yoxdur. Gördüyünüz kimi yer şumlayırıq. Pamıq əkəcək inşallah gələcəkdə. Dədəm də mexanizator olub, kolxoz vaxtından işləyib. Elə mən də 13 yaşımdan onun yanına gelmişəm. Övladım da sürür. 2 dənə traktorumuz var. Texnika nə deyim, bayaq da dedim, lüks texnikadır. Şükür Allah. Nə gecəsi, nə gündüz. Elə bir gecə də işləyirsən, elə bir gündüz işləyirsən. Belə bir texnikadır. Yəni texnikadan narazı deyil. Cavan kürəm babəkən, nəbiyəm kör olur ya.